təamlardan istifadə edin, otağa da aparmaq istəyən apara bilər, bu ehsandır. Eşq Travel daima xidmətimizdədir. İnşallah bizim Ərbəyin səfərimiz, Ümrə səfərimiz, yenidən Məşəd səfərimiz var. Kim istəsə xidmətindəyik. Sonra mikrofon deyəcəm. Eşq olmasa aşıq kimi bir al ola bilməz. Eşq olmasa aləmdə könül şad ola bilməz. Eşq olmasa mətbahlar oxulmaz və əlində. Eşq olmasa bu möcüzə icad ola bilməz. Eşq olmasa gəlməzdi bu dünyaya imanlar. Eşq olmasa Zeynəb kimi evlad ola bilməz. Sizlər də inşallah Allah nəsib eləsə xanım Zeynəbin ziyarətimizin gözəl eşqdarından vahəm şəkildə inşallah gedək, xüsusən də bizim eşqdarı Ümrə ziyarəti, Kərbəla, Məşəd və digər ziyarətlərimizə şərait yaradır və yüksək səviyyədə qardaşlarından olsunlar, vahəm şəkildə inşallah bu ziyarətlərdə sizlərə xidmət eləyək, qismət olsa ağır sözlü, Tofiq qardaşım deyir ki, o ağır sözlü, o şərli eləyək. Allah nəsib eləsin inşallah. Allah bizdən razı olsun. Xüsusən də mən demişdim, dua eləyəcəm. Mənim Azfayı daim buradadır. Azfayı daimin xüsusi müşkülü var ki, xüsusi iltimas dua istəmişdir inşallah. Onu da Azərbaycanın qəbul olmağından, bir-birinizi salamasına, dualarınızın qəbuluna, İmam Zaman Ağamın zuhur fəziyyətinə, Muhammed salamat zikr Allahümme salli ala Muhammed və ali Muhammed. İnşallah xüsusən də Azfayı hocam olsun, Subayların toyunda bu Kur'an'ı inşallah sizlərə amin, amin inşallah, amin. Salavat zikr Allahümme salli ala Muhammed.